Gülyaz xanım, bayaqlarım Can. bir mövzuya dedim ki, toxunaq. Bilirsiniz ki, Aydın müəllim Gülyaz Məmmədova Azərbaycan Respublikamızın xalq artistidir və hər kəs onu səhnəmizin leylisi kimi tanıyır. Bu müqayisə olunacaq bir tərəfi də yoxdur bu mövzunun və Gülyaz Məmmədova səhnəmizin leylisi statusu sizə necə təsir edir və nə vaxtsa bu adı, bu statusu kiməsə təqdim etmək fikriniz varmı? Tələbələrinizdən gedir söhbət təbii ki. Anladım. Yəni yerimdə görmək Yerinizdə istədiyim. görmək istədiyiniz, yəni Artıq mənim tələbəm. Öncəliklə deyim ki, hər bir xanəndənin arzusudur Aydın müəllim bu obrazı oynamaq. Amma hər kəs Leyli oxuya bilməz. Hər kəsdən Leyli olmaz. Leyli doğulmalıdır. Leylinin səsi, görünüşü, hərəkəti, onun zərifliyi, Məcnun da Leylidir. Səhnə üçün, səhnədə bambaşqa bir işdir o, bambaşqa bir sənətdir. Yəni müğənni kimi oxumaq başqa, xanəndə kimi başqa. Yəni o zamandan belə olur ki, Leyliləri məxsusi seçiblər ki, bu Leyli oxuya bilər. Sonra səhnədə mikrofonsuz arxa zala qədər səsin eşidilməsi, ifaçılıq məharəti, aktyorluqla ifaçılığın mizan birliyi, bunlar hamısı şərt olubdur. Və illər öncə çox oxudum, çox oynadım. İndi hal-hazırda telli də oynayıram. Həm evimin həm leylisiyəm, həm tellisiyəm. Bu sözü mən elə belə demirəm. Həyatımın həm leylisiyəm, həm tellisiyəm. Çünki hər bir xanımın hər bir yönü var ki, həm xanım xatın olur, həm özünün evində onun nazından əlavə öz evinə baxışı, qulluğu olur.